Bismillahi, elhamdülillahi və salatu və selamu alə Rasulillah. Qarşıma bir məqalə keçdi. Subhanallah, olduqca təsirli bir məqalədir. Tabeinlərdən olan Rabi ibn Huseym rahiməhullah qadınlar keçərkən gözünü yumar, yanından qadınlar keçərkən gözünü yumar, başını sinəsinə tərəf əyərdi. Onun yanından keçən qadınlar onu kör hesab edib, körlükdən Allaha sığınardılar. Subhanallah. Düşünün ki, həmin o insan, rahiməhullah, rahmətən vasiə, ehsanın hansı təbəqəsinə çatmışdır? Bu ehsanın özüdür. Ehsan haqqında bildiyiniz kimi Peyğəmbərimiz sallallahu aleyhi və səlləm xəbər verərkən buyurur ki, Ən tə'budallaha kəənnəkə tərahu, fəilləm təkun tərahu fəinnəhu yarak. Allaha elə ibadət et ki, onu görmüş kimi. Bunu bacarmasan, bil ki Allah səni görür. Bil ki Allah səni görür. Subhanallah, o insan görün ehsanın hansı təbəqəsinə çatmışdır ki, yanından qadınlar keçərkən Allahdan qorxub gözlərini yerə tikmək əmri ilə gözlərini yumar və sinəsinə tərəf başını əyərdi. Qadınlar da elə zənnədərdi ki, bu insan kördür. Hətta qadınlar deyərdilər ki, Allaha sığınırıq kör olmaqdan. Subhanallah. Uca Allahdan dilərəm, Allah subhanahu teala bizlərə də nəsib etsin ki, biz də Allahın hududlarını qoruyaq. Allahın haram etdiklərindən çəkinək. Allah subhanahu teala bizləri sözlərimizdə və əməllərimizdə ixlaslı olan qullarından etsin. Subhanəkallahu və bihamdik. Əşhədu an la ilahe illə əntə. Əstəğfiruka və atubu ileyk.